Ha Fərəməz, kasıbda şans olmaz. Vallahi necə deyirsən ayladmışsın o qarı. Bundan qədim deyiblər ki, kasıbın xəstəsi bürünməz. Dövlətliyin də demirəm, abzadlıqdır, nə mənəsi bürünməz. Yazıq kasıb səhərdən axşama gedər, çöldə, zəmidə, pəhləli elə, hammalıq elə, ölüsü yetirir evi. Evi yetirir, bu 5 dəqiqə yatır. Evdəki istəyir uzana, ha, 20 dənə xızan olar, uşaq olar. O qaçar, bu qaçar, düşərlər bu qarnının üstünə. Yazıq kişi birdən diktaşlarına, nə olub? Neysə, hamı gülər. Ölürəm, səsin mən qoyar. Albat belirlər, yox, doyub moketləri götürsən, o fəşləri götürsən, nə mənə götürsən. Dövlətli işin əməl olar. Gedir mağazaya. Telefonla al verirlər. Alo, salam, bəli, buyurun. Ağa, bir karşı yollayacağım. Nə qədər, neçə metr, neçə ton? 100 milyon, 200 milyon bu hesabı yolladım. Qədirəndi dubara. Alo, bəli, lülə yolla. Alo, bəli, nə yolla. Alo. Bunu iş görməz olur. Evə gəlir də ədədətlə, arvadına əzrə verir. Bax, şimdi elə oldu, elə hesabından rahat deyil. Arvad da verir, bax, bunu rahatım da. Biraz istirahət deyirlər. Balalarını verirlər, bax. Səsəndən qon babaz yatsın. Baba gedir istirahət deyirlər. Yatmamış duracaq, çay hazır, ab meyvə hazır, hər zat. Budur. Kasıb ölər, 5 nəfər yığışar qapısına bilirlər. Nə olub da? Çünki ehsan vermir adamla yığışar. Gəlirlər, ölü. Yəni qabaqçı ölü deyil.